Son günlər uşaqlar arasında yayılan xəstələnmə halları biz həkimləri narahat etdiyi kimi bilirəm, valideynləri də çox narahat edir və pnevmoniyaların sayının artması valideynlərdə belə bir fikir yaradıb ki, uşaq qızdıran kimi dərhal antibiotik başlayın və övladımda pnevmoniya başlamasın. Bu tamamilə yanlış bir yöntəmdir. Çünki hal-hazırda yayılmış infeksiya bakterial deyil, virus infeksiyasıdır və buna görə də buradan valideynlərə tövsiyəm. Əgər uşağınız qızdırırsa, ağrıları varsa, halsızlıq varsa, dərhal yaşdan asılı olmayaraq həkiminizlə məsləhətləşin. Ola bilər bu virus infeksiyasıdır və həkim virus əleyhinə müalicə təyin etsin. Bizə müraciətlərdə görürük ki, erkən vaxtda antibiotik terapiyası başlamış uşaqlarda xəstəlik 7 gün, 8 gün, hətta 10 günə qədər uzanmış olur. Bəzi uşaqlar artıq ambulator müalicəyə tabe olunur və onları biz xəstəxanaya göndərmək məcburiyyətində qalırıq. Buna görə də əziz analarım, çalışın evdə özünüz müalicə etməyə cəhd göstərməyin, dərhal həkiminizlə məsləhətləşin.